Aprelin 4-də Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə səfərdə olan Venezuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venezuela-Azərbaycan parlamentləri arası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Venezuela Vahid Sosialist Partiyasının Gənclər Təşkilatının üzvü Amerika Valentina Perez Davila ilə görüşüb. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanda həyata keçirilən gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının bu istiqamətdə məqsədyönlü fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu səfərin iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu deyib. Bəxtiyar İslamov YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrindən də bəhs edərək, müxtəlif ölkələrin siyasi partiyalarının gənclər təşkilatı ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Amerika Perez Venezuela Vahid Sosialist Partiyasının Gənclər Təşkilatı haqqında ətraflı məlumat verərək Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə çoxşaxəli əməkdaşlığın qurulması istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib. O, hər iki partiyanın Gənclər Təşkilatının beynəlxalq müstəvidə səmərəli işbirliyi imkanlarının olduğunu deyib. Görüşdə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.